Salam hörmətli izləyicilər, hörmətli qardaşlar. Xoş gördük hər birinizi, əziz qardaşlar. Bugün oktyabr ayının 5-i 2025-ci il. Əziz qardaşlar, kim istəyirsə mənə yazsın, həm statusum, həm qrupum sizə düşsün. Bütün satılan heyvanları qrupda və statusda görə bilərsiniz. Əziz qardaşlar, buyurun baxın, bax belə təmiz cins 2 baş inək satılır. Videoya sona qədər baxın. İkinci maldan da məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inək mal sahibinin dediyinə görə birinci qarına doğub təmiz İvanovka cinsidir. Yanında maşallah olsun elə 70 kiloluq bir dənə super erkək balası var. Maşallah olsun, bu inək mal sahibinin dediyinə görə 40 litr süd verən inəyin balasıdır. Mal telefonda çox balaca düşüb. Belə canlı baxsanız çox iri bir maldır. Buyurun baxın. Birinci qarına doğub əziz qardaşlar. Təmiz İvanovka cinsidir. Balası da özü də təzə doğub. Hal-hazırda 27-28 litr süd verir. Qiyməti 6200 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Kim istəyirsə əlaqə saxlasın. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Videoya sona qədər baxın. İkinci maldan da məlumatınız olsun. Maşallah olsun, çox super bir maldır. Kim alacaqsa Allah dönə-dönə xeyrin versin. Əziz qardaşlar, gördüyünüz bu inəkdən mal sahibinin dediyinə görə ikinci qarına doğub. Buyurun baxın, yanında bir dənə super simental erkək balası var. İnək özü də simentaldır gördüyünüz kimi. Südü səhər axşam hal-hazırda mal sahibinin dediyinə görə 23-24 litr, qiyməti 4800 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Gördüyünüz kimi maşallah olsun super bir maldır. Hər iki malımız maşallah olsun super maldır. Kim alacaqsa Allah dönə-dönə xeyrin versin. Almaq istəyənlər gəlib gedib yerində sağıb, yoxlayıb ala bilər. Mal da gördüyünüz kimi göz qabağındadır. Uzaq bölgələrdə mal sahibindən danışsanız çatdırılması var. Almaq istəyən qardaşlar əlaqə saxlaya bilər. Ünvan Cəlilabad rayonu. Bu inək də çox iri bir inəkdir. Telefonda mal biraz çəkilişdə balaca düşüb. Əmcəkləri də uzundur gördüyünüz kimi. Sağmağa rahat. Real alıcılar əlaqə saxlasın. Geçsin yerində hər iki malı saxsın, yoxlasın, alsın.